Şəhər çox müasir, nə bilim, Avropa stili şəhər deyil. Amma insan yönümlülüyü qat-qat üstündür. Burada Almatı metrosudur və soruşdum ki, xanımdan video çəkmək problem deyil. Heç yox. Yenə stendim həmişə olduğu kimi qoymuşam eyni yerə. Nə deyə bilərsiniz burada Azərbaycana? Bütün Azərbaycan millətimiz var. Əsaslı Sumqayıt şualarında Və toplamda 65.000 tenge satış elədim bugün. Gördüyünüz kimi əlimdə bu qədər pul var. Çay gətirdilər. Çay mənim qırmızı dizgimdir. Çox ucuzdur. Azərbaycanda həmin şirniyyatı yesən, çay içsən ən az 10 manat və Almatıda iPhone 7 Pro Max-ın qiyməti iPhone, Nike mağazalarına girdiyimə görə gedib evdə pomidor yumurtamı yeyə bilərəm. Günəşli və isti bir Almatı günündən salamlar. Bugün yeni bir vlog çəkirəm. Bu günləri Almatı metrolarına getmək istəyirəm. Buranın metrosu çox da böyük deyil, amma internetdə araşdırdığım və gördüyüm qədərilə maraqlı üslubda tikilmiş bir metrosu var. Ziyarət eləmək düşünürəm. Əgər alın sonra gedəcəm. Dağlara da qar yağır və günəşli olmasına baxmayaraq, ağasılıqda kölgədə getdiyin zaman elə bir ki, soyuducunun içindən keçirsən. Amma günəşli havada, günəşli yerdə gedəndə soyuq hiss olunmur. İnsanlar ən çox ictimai nəqliyyat olaraq avtobusdan istifadə edirlər və bir də trolleybusdan istifadə edirlər. Qolbaq ləvazimatlarım qutarıb və həmişə ləvazimatlar aldığım mağazaya gedirəm. Mənim gəldiyim mağaza bu binada yerləşir. Bu bina Central Park, yəni Mərkəzi Park Residence deyə keçir. Və gəldim, çatdım Central Park Residence'ın binasına və bu binanın daxilində, daha doğrusu kənar tərəflərində başqa mağazalar var. Pomoç, bratan. Kömək istədim. Burada da pandus var. Buranı da qalxırıq. Rəhmət, bratan. İnsanlardan kömək istəyirsən eləyirlər. Daxil oldum binanın içinə. Ekskalatorla yuxarıya doğru çıxırıq. Ləvazimatları aldığım mağazaya doğru irəliləyirəm. Gedim görüm açıqdırmı? Bəli, açıq kimi görsənir. Kömək istəyəcəm. Çünki burada pilləkən var, ona görə kömək lazımdır. Yuxarı qalxmaq üçün pilləkəndən çıxara bilmirəm. Ona görə 2 nəfər insan lazımdır ki, kömək eləsin mənə, yuxarı qaldırsın. Qazax gənclərin köməkliyi ilə pilləkənləri qalxdım, qaldırdılar. Sizləsdir. Burada mənim qolbaq ləvazimatları aldığım mağazadır. Burada təbii daşlar var. Aksesuar düzəltmək üçün müxtəlif əşyalar var burada. Növbə daşlar, muncuqlar var. Bizim evə yaxın olduğu üçün 10 dəqiqəlik məsafədir. Həmişə bura gəlirəm. Artıq 5-ci gəlişimdir bu mağazaya və ləvazimatları bu mağazadan alıram. Deməli, çeşidləri seçdim 5 çeşid təbii daşlar. Qiymətləri 1200-dür, 1000-dir, 3000-dir. Yəni buranın pulunda. Hər 3 manat bir dənə rulo. İndi hesablama eləyəcək kassada xanım. Sonra götürəcəm, gedəcəm. Daimi müştəri olduğuma görə 10% endirim olunur. Toplam 4800 təngə, 5000 təngə, 15 manat ödəniş eləyəcəm. Elədim daha doğrusu. Məhsulları götürəcəm, indi çıxış eləyəcəm. Rəhmət, spasiba. Götürdüm məhsulları, indi isə buradan adam axtaracağım ki, yenə aşağı düşmək üçün kömək etsinlər. Bəzən yoruluram danışmaqdan. O qədər video çəkmişəm ki, bilmirəm o vlogları kim montaj edəcək, kim editləyəcək. Of, video çəkmək yaxşıdır. Onları montaj edib bizə çıxartmaq lazımdır. İndi isə Jibek yolu metrosuna doğru irəliləyirəm. Belə qəşəng, fərqli formada tikilmiş taxta bir bina var. İndi bilmirəm nə binasıdır bu. Qazaxıstan İqtisadiyyatı qanunu ilə idarə edilməsi Respublikası Dövlət İdarəsidir. Belə bir yazı yazılmışdı və Qazaxıstanda sevdiyim binalarda pandus olması. Rahat şəkildə özüm çıxıram və qayıdıram aşağı, rahat şəkildə düşürəm. Bura oteldir. Böyük Qastinsiya oteldir. Az öncə nə deyirdim? Bizdə skuter və velosiped yolları maşın yolunun kənarındadır, amma burada səkilərdədir. Belə müşahidə elədiyim zaman şəhər çox müasir, nə bilim, Avropa stili şəhər deyil. Yəni Bakıdan da müasir şəhər deyil. Amma buranın insan yönümlülüyü qat-qat üstündür. Oturmuşam məkanda, kafe yerdi, şirniyyat yerdi. İçəri keçmədim. İstəmədim içəridə oturum. Niyə? Çünki qəşəng isti hava var, günəşli hava var. İndi menyuya baxın. Menyu rus dilində yazılıb. Niyə rus dilində yazılıb? İngilis dilində menyu niyə yoxdur? Rus dilini bilmədiyim üçün nə edirəm? Ən yaxşısı translatordan istifadə edərək texnologiyanın köməkliyi ilə menyunu oxuyacağam. Seçim edin, sonra videoya qoşuram. Çay sifariş verdim və bir də ballı tort. Çay gətirdilər və bir də ballı tortumuzun. İndi isə dadına baxaq, görək necə dadı. Çay dadı qəşəng.
Pis deyil, amma daha da yaxşı ola bilər. Çay qəşəng həqiqətən. İndi hesabı istəmişəm. Hesab gəlsin, ödəyim, sonra duracam. Durmayacam, daha doğrusu sürəcəm. Onun üstə oturmuş durası deyiləm. Görə çay və şirniyyat toplam nə qədər tutacaq? Toplam qiymət 2310 tenge, yəni 7 manat edir. Tort və bu böyük fincanda çay. Azərbaycanda hansısa normal kafedə adi bu çay tort da üstünə gələndə 12 manata yaxın pul eləyir. Həqiqətən də çox sərfəlidir. Yəni məmnun qaldım və məmnunluğumu bildirərək kafedən ayrılıram. Kofe orijinal. Burada başqa belə kofe şirniyyat yeri var. Belə bu formada. İnsanlar skuter sürür. Простые романтика, отважный летчика, эй, моряко, бросайте девушки, домашних мальчиков, не стоит им дарить свою любовь, свою любовь. Здравствуйте. Merhaba, nasılsınız? Geziyorum, vlog çekiyorum. До свидания, пока. Deməli, Terenkürdə musiqi ifa eləyən bir xanım var, klipka ifa eləyən. Onun anası ilə rastlaşdıq. Yol üstü girəcək metro görək, metro necədir? Metroya giriş edirəm. Bura Almatıda Jibek yolu metrosudur. Burada qurğu quraşdırıblar əllər arabası üçün. İndi isə yuxarı doğru gedirəm. Burada Almatı metrosudur və video problem nedir? Soruşdum ki, xanımdan video çəkmək problem deyil. Heç yox, problem deyil. Cavid Eyyubov. Və Almatı metronun içi bu şəkildədir. Və deməli 4 mərhələli bir addımdan sonra metroya düşdüm. Hazırda Jibek yolu metrosunun içindəyəm. Хорошо. Ben metro ilə Abay stansiyasına gedirəm. Hazırda isə Abay stansiyasındayım və bura Abayın şəkli divarı təsvir olunub bu şəkildə. Abay buranın məşhur daxili şəxsiyyətlərindən biri, stansiya onun adınadır. Abay stansiyasında çıxası olmadı. Mən fikrimi dəyişdim və yenidən metroya mindim. İndi gedirəm Raymbek Batıra stansiyasına, oradan çıxacam. Çünki mənim qaldığım ev Raymbek Batıraya daha yaxın. İşçilər ezdirdim təmiz. Yəni sağ olsunlar, bir problem eləmirlər də. Yəni mehribançılıqla gülərüzlə başa salırlar, köməklik eləyirlər. Çıxışa doğru irəliləyirəm. Belə bir qurğudur və bitmək bilmir daha qardaş. Macəradan macəraya qaçıram. Ora çıx, bura çıx. Bu da sonuncu mərhələdir deyəsən. Metro iş deyil. Yoruldum əməli başda. Buradakı lift də bildiyimiz lift kimi sürətli getmir də, yəni yavaş-yavaş, asta-asta qalxır yuxarı. Deməli metroya düşmək istəyəndə burada telefon var. Telefon vasitəsilə zəng edirsiniz işçilərə və gəlirlər, kömək edirlər sizi aşağıya doğru düşürdürlər. Спасибо, sağ ol. Ne, Zelion Pazar? Да? Zelion Pazar. Зеленый базар? Да? Okey. Спасибо. Metrodan çıxdığın nəhayət. Metro təcrübələrini bölüşün. Metrolar yenidir. Sağ olsunlar, işçilər mehribandır, kömək eləyirlər. Təkərli oturacaqlı insanlar üçün şərait yüksək səviyyədədir. Pilləkənlərdə, eskalatorlarda lift quraşdırılır, qurğu quraşdırılır və onun vasitəsilə çıxıb düşmək olur. Bir də ki, 50 olan şəxslərə pulsuzdur. Heç nə, bugünlük vlogdan bu qədər. İndi isə gedirəm evə doğru. Almatıda yeni bir gündür və yeni bir gündən salamlar. Hazırda Kaspi Banka gedirəm və Kaspi Bankda kartda olan pullarımı seçəcəm və həmin pulları dollara çevirəcəm ki, Azərbaycana dollarla qayıdım. Deməli gəlmişəm Kaspi Banka və kartda olan pullarımı tengəyə çevirdim. Gördüyünüz kimi əlimdə bu qədər tengə pul var. 300.000 tengəyə qədər komissiyasızdır bir ayda. 300.000 tengədən yuxarı isə 5.000 tengə faiz tutulur. Üstümdə də 450.000 tengə pul var, nəqd. Bunların hamısını dollara çevirəcəm və pasportumu verdim, indi növbə gözləyirəm. Növbəm çatanda əlimdə olan pulları dollara çevirəcəm. Əslində avroya da çevirmək istəyirəm, sadəcə dollar sabitdir də, yəni düşmə ehtimalı yoxdur.
Ona görə dollar çevirəcəm. Hə, deməli, Kaspi bankından çıxdım və əlimdə olan bütün Qazax pulların təngələri dəyişdirdim, dollar aldım. İndi isə gedirəm əl işləri satdığım yerə, gəlmişəm satış etdiyim yerə və yenə stendim həmişə olduğu kimi qoymuşam eyni yerə. Bugün insan azdır, çünki həftə içidir, hava soyuqdur. Günəşli hava olmasına baxmayaraq soyuq hiss olunur. İnsanlar hər zaman kimi istirahət eləməyə gəlirlər, uşaqlarını gətirirlər gəzməyə. Bura hər zaman huzurlu bir yer olmağı ilə seçilir mənə görə, çünki çox sakitlikdir. Görək bugün necə olacaq və artıq 4 aydan çoxdur gəlirəm bura. Həftədə 3 dəfə, 4 dəfə və doğma bir məkana çevrilib mənim üçün. Günəşin adamın üzünə vurması adama ləzzət eləyir. Yaxşı insanlar tanıdım burada, yaxşı pul qazandım əsas. Mənə çox şey qatdı bu yer. Yedim mən. 3, 4, 7 bin. Bunlar 2000'di, onlar 2000'di. 2, 4, 5, 6, 7 mi belki? Allah. Video çəksən problem değil ki. Aleyküm assalam. Azərbaycanlı qardaşlarımızdır. Nə deyə bilərsiniz buradan Azərbaycana? Adlarınız nə oldu? Nurlan, Firdovsi, Rinat. Ya Evrasiyada. Nurlan, Firdovsi. Mənim də adım Cabitdir. Şad oldum. Sağ olun. Yaxşıram. Çəksən. Azərbaycan nə demək istəyirsən? Bir salamlar zaten göndər bütün Azərbaycan millətimizə. Millətimizi sevirik. Həmişə əsaslı Sumqayıt uşaqlarına Yəni, salam. Üçümüz də Sumqayıtlı ya. Sumqayıtdansınız. Burada nə işləyirsiniz elə? Bizdə ilaç, Dərman. dərman. Yaxşıdır şəhər, yəni maraqlı şəhərdir yəni. Çox gözəl şəhərdir. Həqiqətən təbiəti, dağları. Dağın ətəyi. Bakıya gəlsən bomboz şəhər. Burada da yavaş-yavaş Ya gözəl, Bakı turistik yerdir. Bakıda get bir 10 gün qal istirahət elə, qayıt yəni. Burada qazan Bakıda ye, kef elə. Hə, yayda getdin, dəniz, çim. Yaxşı, işte sənə uğurlar, Uğurlar, müvəffəqiyyətlər. şad oldum, minnətdaram. Sağ olun, var olun. Siz də var olun, Sizdə də özünüzdən müğayət olun. Bazar olsun. Çox sağ olun, minnətdaram. Nəsə bir köməklik falan, nəsə Sağ olun, lazım olsa minnətdaram. buradayıq. Təşəkkür edirəm. Öz qardaşlarım. Sağ olun, çox sağ olun. Sağ olun. Hələlik. Həqiqətən maraqlı, xoş söhbət insanlar idi. Azərbaycanlı həmvətənlərimiz gəldilər, stəndə yaxınlaşdılar, söhbət elədik, əl işlərindən aldılar, sağ olsunlar. Bilmirsən də, yəni ki, kimlə, nə vaxt, harda qarşılaşa bilərsən. Hər an Azərbaycanlılara rast gəlirsən burada. Yəni Azərbaycanlılar həqiqətən çoxdur almaqdır, yəni çox rast gəlirəm mən və fikir verirəm ki, kənarda bir-birimizə hər zaman dəstək oluruq. Bu birliyi kaş öz ölkəmizdə də hər zaman görə bilsək, yaşaya bilsək, bu mehribanlığı, bu nəzakəti belə. Saat 12-də gəlmişdim bura, saat 3 tamamdır. Və toplamda 65.000 tenge satış elədim bugün. Həqiqətən də maraqlı və bol qazanclı bir gün oldu. Heç nə, bugünlük satışlara son deyirəm. Yenidən bəlkə buralarda olarıq, bəlkə də. Qismət. Gedirəm mən. I was born in twice in Baku. Я была в Баку, Азербайджан была. Flame Tower. Flame Tower. Вот, Спасибо. Море там, это. До свидания. Nice to meet you. Nice to meet you. Görürsüz də, yəni xanım necə pozitivdir. Burada gül satır həmin xanım. İndi göstərəcəm stendin də, güllərin də. Hər dəfə mən bura gələndə salam verir, söhbət eləməyə çalışır, gülümsüyür. İnsanlar çox pozitiv idi burada. Bax, bu şəhərin sevdiyim faktoru odur, yəni insanların pozitiv gülərüz olması. Bu da həmin xanımın stendidir, gülləridir burada. Rəngarəng güllər. Xanım biznesi genişləndirib, həm də burada alma da satır, qırmızı almalar. До свидания. До свидания. Artıq Terenkürdən çıxıram və gedirəm Dostluq prospektinə. Orada Dostluq Plaza var, ticarət mərkəzi. Dostluq Plazanın yanından bəlkə bir 40-50 dəfə keçmişəm, içinə daxil olmamışam. Çünki ticarət mərkəzləri mənə çox da maraqlı gəlmir, amma gəzim görüm nə var ticarət mərkəzinin içində. Qorxmayın, qorxmayın. Mən sizə zərər vermərəm. Gedəcəyik. Burada Keremet Otel'dir, onun restoranıdır. Coffee is always a good idea. Burada biznes lunch'ın qiymətləri var. 2050 tenge, bizim pulla 6-7 manat. Bəlkə girim bir kofe və yaxud da çay içim. Ola bilər, əslində pis fikir deyil. Keremet Otel. Здравствуйте, как дела?
Can I have a menu? Chai, coffee, Coffee, yes. Coffee, yes. only drink, yes. This? This and black tea. That's all? Gəldim, əyləşdim hər zaman oturduğum masaya. Üçüncü dəfə gəlirəm bura. Daha əvvəl biznes lunch sifariş etmişəm, 2 dəfə yemək yemişəm. İndi çay istədim, bir də şirniyyat. Çay və şirniyyat hər zaman keyfinizi qaldırır və sizə pozitiv bir enerji ötürür. Eyni zamanda sizə dopamin ifraz etməkdə kömək eləyir. Çay mənim qırmızı cizgimdir. Bu şirniyyatımız da çayımızdır. Tadımı test edək, görə şirniyyatın dadı necədir. Dadlıdır. Mən şirniyyatımı yeyim, çayımı içim. Birazdan qalxacağım. I like Almatı. I want to go to Azerbaijan to Baku. My friends tell me about Baku is so beautiful place, beautiful city. Yes. But I've never been in Baku. I hope. I think. Goodbye. Goodbye, thank you. Thank you. Deməli şirniyyatımı yedim, çayımı içdim və toplamda cəmi 2000 tenge 6 manatdan biraz çox ödəniş etdim. Superdir də, yəni ki çay şirniyyat olsun, çox ucuzdur. Azərbaycanda həmin şirniyyatı yesən, çay içsən ən az 10 manatdır. Adi bir çayı, yəni sallama çay neçə olar ya bunun maliyyəti? 6 manata, 5 manata verirlər. Şirniyyat da 5-6 manat, 11 manat, 12 manat. Heç müqayisə eləmək istəmirəm. Danışdıqca əsəbləşirəm. İndi üz aşağı eniş eləyirəm. Və yolun tam yuxarısında, daha doğrusu qarşı tərəfdə Almatı dağlarıdır. İndi duman olduğu üçün görsənmir və bu prospekt Dostluq prospekt deyə gedir və Almatı şəhərinin Medeyev rayonudur bura və bu rayonun səkiləri düzəldirlər, yeniləyirlər yolun hər iki tərəfində. Normalni. Вы как? Просто blog video. Blog video? Просто blog video. Blogger? Little bit. Pandus, Bolava, Pandus. Da, pandus. Asfalt. Asfalt. Tikintidə işləyən ustalarla söhbət elədim biraz. Deyirəm ki, səkiləri düzəltmişsiniz, amma pandus yoxdur da. Sıqa üçün, sonra uşaq arabası üçün rahat səkiyə çıxmaq üçün. Deyir ki, narahat olma, udoblu olacaq. Qarşı tərəfə keçsəm Dostluq plazanın olduğu yerə. Plazaya giriş eləyirik. Qaldım. Burada pilləkənlər var. İndi burada necə keçəcəm? Yeni krallar kimi əllərdə gəzirəm. Rəhmət, spasiba. Lift yoxdur. Bəlkə də başqa girişdə lift var. Plazanın içindəyəm. Görək nə var, nə yox. Əsas burada iPhone qiymətlərini çəkmək istəyirəm. Görək iPhone qiymətləri almaqda neçədir. Bura isə böyük smartfon mağazasıdır. Görək iPhone qiymətləri neçədir. 17 Pro Max-ın narıncı rəngidir və Almatıda iPhone 17 Pro Max-ın qiyməti 934 tenge. Almatıda 1 ay yarım, 2 ay işləyərək bu telefonu almaq mümkündür. Görünüşü falan qəşəngdir, amma zaryadka tez ölür də, yəni ki, kasıb sözü. Bu da iPhone-un Air modelidir. Mən nə zamansa iPhone telefonu almaq istəsəm, iPhone Air alaram. Çünki həqiqətən çox yüngüldür, nəzikdir və ələ yatımlığı da superdir, yəni rahat telefondur. Qiyməti isə Qazaxıstan pulu ilə 780 min tenge, bizim pulla da 2500 manat eləyir. Sonra burada iPhone 17 var normal, bu da iPhone 16'dır. iPhone 16 da pis deyil, rəngi də qəşəng deyil. 534 min tenge, 1700 manatdır. Bu da Galaxy-nin məşhur o qatlana bilən tablet formasında olan qiyməti 1 milyon 89 tengedir. Bu formada bir görünüşü var. Galaxy Z Flip 7'dir, 629 mindir. Bunda qiyməti 509 min tenge. Bu da Galaxy S25 Ultra 629 min tengeye. Belə. İndi də Nike-ın bahalı sport geyimlərinin mağazasına gəlmişəm. Spor ayaqqabılardır. Bu da mən. Nike-ın mağazasında tərk eləyirəm. Heç bir şey almadan, hər zaman kimi. Mənim bahalı brend xəstəliyim yoxdur. Nike olsun, nə bilim, Zara olsun və yaxud da başqa bahalı brend. Bahalı geyindin, ucuz geyindin. Əsas beyni zəngin olmalıdır, düşüncələr zəngin olmalıdır. Deyir, mən nə insanlar gördüm, üstündə paltar yox, nə paltarlar gördüm, içində insan yox. Dostluq Plaza alış-veriş mərkəzinin gəzintisini yekunlaşdırıram və iPhone, Nike mağazalarına girdiyimə görə, baxdığıma görə gedib evdə pomidor yumurtamı yeyə bilərəm.
Heç nə. Bu vloqluqda bu qədər. Geridə qalan 2000 vloq kimi bu da hələ qalacaq. Bilmirəm nə zaman montaj eləyəcəm. Xahiş edirəm mənə bir dənə editor tapın da nə olar.